Yerdən düşünüb ki, ondan atı çəkən qırağa zəif gedişidir, bəli. Və burada ağlar oynayır B3. B3-ün manağı nədədir uşaqlar? Bu fil bura da gəlmək səhvdir. Çünki bura piyadalar demişkən, bura da gəlmək səhvdir. Çünki bura gəlsən nə verəcəksin? Uzaq başı bura nəyə gəlsən? Bağlama yoxdur axı burada, düzdürmü uşaqlar? Uzaq başı vurarsan da elə, vurarsan da vuracaqlar. Fil qəşəng olur. Ona görə fili B2 qanasından çıxartmaq daha məqsədə uyğun hesab edir. B3 gəlir. Və top A8-dən gəlir D8-ə. Yukarıda görün nəsə anlaşılır. Fil B2. Niyə atı F5-ə gəlmir? Atı sabitlənmir. İndi deyir ki, Y5 G2 pisli deyil. Y5 G2 deyil pisli deyil. Onlar nəsə, burada fil B2 açı E4 gəlir. Burada açı E4-ün mənası nədir? Nəyə görə qaralar açı E4-ə gəlir? Nə üçün? Fil çıxmaq. Nə? Fili qatmaq. Həm də Həmən toplamaq. gələcəkdə at Y5-ə düşmək üçün maraqlı bir gediş yaradır.